Həftəlik bürclər 26 yanvardan 2 fevrala doğru balıq, xərçəng, qrəb bürclərinin su unsurları nələr gözləyir? Birinci balıqlardan başlayaq. Balıqlar bu həftə o qədər narahatçılığınız var. Sanki öz qabınızda deyilsiniz. Özünüzü aktivləşdirmə, özünüzü şans olaraq gücləndirməyiniz yoxdur. Bilirsiniz, beyniniz o qədər narahatdır. Nədənsə qorxacaqsınız, nəsə narahatçılığınız olacaq. Sanki hər zaman bir qorxunun, bir narahatçılığın, bir əsəbiyyətin içərisində olacaqsınız balıqlar. Çünki gedişat o qədər qəribə bir vəziyyətdə olacaq ki, sanki addım atmaq istəyəcəksiniz, qorxularınız qabağa icazə verməyəcək. Sanki yarımçıldan çıxmaq istəyəcəksiniz, özünüzü aktivləşdirə bilməyəcəksiniz. Şübhələriniz, narahatçılıqlarınız, özünüzün zaman çərçivəsində doğru olan boşluqlarınız və özünüzü ifadə etməyinizdə ciddi bir problemlər yarana bilər balıqlar. Bunlara fikir verməlisiniz. Amma özünüzün içərisində olan dalğalanma normadan çoxdur deyə nə şəxsiyyətinizə, nə sağlamlığınıza, nə də ki, özünüzü tarazdığınızı güclü şəkildə bacara bilməyəcəksiniz və yarımçılıqlarınızın qabağını ala bilməyəcəksiniz. Qorxularınız bu həftəni tamamilə ələ alacaq. Həm sağlamlıqla bağlı qorxularınız olacaq, həm ailənizlə bağlı qorxularınız olacaq. Sanki addım atacaqsınız, dayanacaqsınız. Dayanım, gözlüyüm, addım atmayayım, özümü aktivləşdirməyim, geridə dayanmış bir vəziyyətiniz olacaq. Şübhələriniz, narahatçılıqlarınız sizi daim yarımçıq formada saxlamağa məcbur eləyəcək. Qorxu və narahatçılıqlarınızın qabağını ala bilsəz və öz üzərinizdə olan yarımçıqlardan çıxa bilsəz, 65-66%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Bu həftə böyük udarlarınız yoxdur, amma narahatçılığınız, qorxularınız bütün həftəni alacaq. Beyniniz susmayacaq, beyniniz sanki dala doğru çəkəcək və hər zaman qorxular, şübhələr, insanlarla danışmamaq istəyəcəksiniz, daxili təklifinizdə qalmaq istəyəcəksiniz, görünməmək istəyəcəksiniz, bunları düzəltməlisiniz. Xərçənglər isə xərçənglər bu həftə qəfəsinizdən çıxırsınız. Qəfəsinizdən çıxmaqla özünüzün şansınızı, uğurunuzu qabağa çəkəcəksiniz. Ən çox da kimdənsə pul olaraq, maddiyyat olaraq gözlədiyiniz nələrsə varsa, kredit borclarınız sizə qarşı nəsə yarımçıq maddi çalışlar, onların hamısını xərçənglər bu həftə həll edə bilərsiniz və pul maddiyyat balansınızı gücləndirə bilərsiniz. Sadəcə bilirsiniz necəsiniz? Görmürsünüz elə bir çox şey. Gözünüzün önündə olanları xərçənglər görməyəcəksiniz. Bu həftə manipulyasiya etmə bacarığınız var. İnsanları danışıq olaraq, söz olaraq, fikir olaraq manipulyasiya etməyi bacara bilərsiniz. Özünüzü dominant olaraq, idarəci olaraq, söz haqqı olaraq, liderlik olaraq aktivləşdirə bilərsiniz. İstəklərinizin çox olduğunu düşünməyin və istəklərinizi doğru addım atmağa daha güclü bir şəkildə məsləhət görəm xərçənglər. Çünki uğurlu bir həftədir. Sadəcə görmə dəyərinizi, analizinizi, ətrafınızda insanların nə etmək istədiyini ciddi bir şəkildə gücləndirməlisiniz. Ümumi dəyərləndirsə belə deyim sizə, 78-79% həftəni uğurlu edə bilərsiniz. Sağlamlıqla əlaqədar məni narahat edən bir məqam var. Onurğanızın aşağı hissəsində olan problemlər, onurğanın aşağı hissəsində olan problemlər, bir də qəribə bir qarın boşluğunda bağırsaq formasında olan, bağırsaqda və mədə bağırsaqda olan narahatçılıqlarınız aktivləşə bilər. Bunlara ciddi şəkildə fikir verməlisiniz. Fikir versəz həftənizi bəli uğurlu edə bilərsiniz. Əqrəblərə gələndə əqrəblər yenə ağzımızdan alov çıxır. Yenə biz əsəbi, yenə aqressivi, yenə öz qəfəsimizdəyik və daxili təkliyimizdəyik. Mən başa düşmürəm, sizlə bağlı nə baş verirsə, heç nə sizi qane etmir. Sosiallığınızı əqrəblər bu həftə artırır. Olduğunuz qəfəsdən, olduğunuz mühitdən çıxmağa çalışın. Çünki elə bir vəziyyətdə olacaqsınız, həm qəfəsinizdən çıxa bilməyəcəksiniz, özünüzü dəyərləndirmək barəsində yarımçılıqla qalacaqsınız və yeni bir etapda özünüzü kəşf etməyi zamana doğru bacara bilməyəcəksiniz və gedişatınız da tam boş bir vəziyyətdədir. Ümumi dəyərləndirsə 5 həftə 5 ay çərçivəsində doğru şanslarınız çox gözəldir. 5 həftə 5 aya qədər çox uğurlu bir şansınız, çünki şans enerjiniz gəlir. Amma əqrəblər danışığınız olaraq, ümidsizliyiniz olaraq hər şey iki başlı yanaşmağınız ola bilər. Daxili təklifinizdə qalmağınıza görə şanslarınızı da itirə bilərsiniz. Yarımçıq formada saxlaya bilərsiniz. Buna isə ehtiyac yoxdur. Ümumi dəyərləndirsə əqrəblər həftənizi çox zəifdir. 71-72%-ə qədər apara bilərsiniz. Amma çox sərtsizə bu aralar, çox acı deyilsiniz. İnsanlar sizdən eyni kontaktda, eyni mühitdə, eyni yerdə olmaq istəmirlər. Bunu düzəltməlisiniz. Bu xoş bir şey deyil əslində.